29 Ekim Mustafa Kemal Atatürk'ün Türk halkına armağan ettiği özgür, demokratik ve müstakil gündür. Bugün sadece Türkiye'nin değil, bütün Türk dünyasının gurur günüdür. Bugün Türkiyənin zəfərini öz zəfərimiz kimi qeyd edirik. Sənin sevincin bizim sevincimiz, sənin qələbən bizim qürurumuzdur. Zəfəri mübarək Türkiyə! Cümhuriyyət millətin iradəsi, xalqın səsi, azadlığın nəfəsidir. Türk milləti cümhuriyyətlə əbədi yaşayacaq. Cumhuriyet! Cumhuriyet! Özgürlük demektir. Cumhuriyet! Eşitlik! İlerleme! Umut demektir. 29 Ekim! Cumhuriyet Bayramımız! Kutlu olsun!